Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə şəhid ailələri ilə görüşüb, bayram münasibəti ilə tədbir keçirildi. Sağlıqlar və cənablar, dəyərli şəhid ailələrimiz, Ağdam Rayon İcra Hakimiyyətinin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təşkil etdiyi tədbirdə hər birinizi xoş görürük. Tədbirimiz müqəddəs Ramazan ayına təsadüf edir. Allah bütün tutulan oruçlarımızı, edilən dualarımızı qəbul eləsin. İlk öncə Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı və suverenliyi uğrunda canlarına və qanlarına keçən əziz şəhid bacı və qardaşlarımızın əziz xatirəsini bir dəqiqəli sükutla yad edir. Allah rəhmət etsin. İlk sözü Ağdam Rayon İcra Hakimiyyəti başçısı cənab Vaqif Həsənova verək. Buyursun xanımlarımız təbii ki. Hörmətli Ağdamlılar, hörmətli analarımız, bacılarımız. Sizin hər birinizi 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə təbrik edir. Sizə uzun ömür, can sağlığı, şəxsi həyatınızda hər birinizə uğurlar arzulayıram. Hər il Mart ayının 8-i Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Bugün qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbətin tərənnümünü ənənəvi hala gətirmişdir. Azərbaycan qadını tarixin bütün dövrlərində öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında xalqımızın milli mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynamışdır. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız 100 illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bugün də xalqa və cəmiyyətə fətəkarcasına xidmət edirlər. Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümumilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Bu bir həqiqətdir ki, 2000-ci ilin Mart ayının 6-sında Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirməsi haqqında fərmanı bölgədə qadın siyasətinin gerçəkləşməsinə himət edir. Təqdirlayiq haldır ki, həmin sənədlə 2001-ci ildə bütün dünya dövlətləri yaxından tanış olmuş bu sənədlə və bu sahədə ən yaxşı sənəd kimi qəbul etmişlər. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırır. Onların hər tərəfli fəaliyyətinə geniş meydan verirdi. Lider qadınlar yetişdirdi. Bu siyasətin Cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha artmışdır. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunurlar. İctimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir. Ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Dövlət müstəqilliyimizin bərpasından sonra ötən dövr ərzində Azərbaycan qadını
milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual mədəni potensialının artırılması üçün dəyərli tövbələr vermişdir. Elm, təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları, öz nüfuzunu ilbəil artıran Azərbaycan qadını cəmiyyətin inkişafında hazırda xüsusi rol oynayır. Elə bu səbəbdən vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnun hissi doğurur. Ölkəmizdəki sabitlik və demokratik mühit qarşıdakı illərdə də onlara öz fitri istedadlarını, yaradıcılıq imkanlarını tam gerçəkləşdirə bilmələri üçün bütün lazımi şəraiti təmin edir. İnanırıq ki, Azərbaycan qadınları, gənc nəslin milli adət-ənənələrə, Azərbaycançılıq məfkürəsinə, bağlı ruhunda tərbiyəsi işinə bundan sonra da xüsusi diqqət yetirəcək. Dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə qüvvəsini, bilik və bacarığını əsirgəməyəcəkdir. Sizi və sizin timsalınızda bütün Azərbaycan qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə can sağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Bayramınız mübarək olsun. Sağ olun.
başını örpeyim olaydım ay. Nigara Nigara qalanla ona baladan, ona qurban deyir devlətdən maldan. Anadan mən qurban demirəm dünya malından. Kaş özüm sən özümə qurban
salamlayıram. Başta şəhid analarımız olmaqla, şəhid yoldaşları, şəhid evlatları olmaqla dünya Azərbaycanlıların Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm. Düzdür, mən də şəhid anasıyam, amma şəhid analarının qarşısında danışmaq mənim üçün də çətindir, həm də ağırdır. Ona görə ki, bugünkü gün hərəmizin bugünkü gündə başqa hekayələrimiz olub evlatlarımızla bağlı. Ona görə ağırdır mənə bugün danışmaq. Amma ona baxmayaraq şəhidlərimin hər biri ilə qürur duyuram. Ona görə qürur duyuram ki, 30 illik həsrətə son qoyuldu. Düzdür, devlətimiz bizim şəhidlərimizə dəyər verir, şəhidlərini qoruyur, keşiyində durur. Amma bizim şəhid oğlanlarımız, eləcə də döyüşçülərimiz müharibəyə gedəndə onların bir məqsədi var idi. Torpaqlarımızı geri alaq, geri qaytaraq. Onlar təmənnasız getmişdilər o döyüşə. Heç bir təmənna güdmədən getmişdilər. Bugünkü gündə də bu bayramı, bu məclisi bizə düzdür. Ağdamcılar rayonunun başçısı Vaqif müəllim təşkil elətdirib. Amma mən deyərdim ki, Vaqif müəllimin timsalında bizim oğlanlarımız bu günlər bu süfrəni bizə açıblar. Ona görə ki, bizə dəyər, biz şəhid ailələrinə dəyər, şəhid oğlanlarımıza görə verilir. Mən eşitdiyimə görə bizim təpə deyilən, bayraq meydanı deyilən yerdə bizim milli qəhrəmanlarımızın abidələrinin yanında bizim 44 günlük vətən müharibəsinin iştirakçılarının da, antiterror iştirakçılarımızın da, şəhidlərimizin hamısının adları həmən yerdə vurulacaq. Bu bizim üçün qürurdur. Biz bu həyatda olsaq da, olmasaq da bizim şəhid evlatlarımız devlətimiz tərəfindən də, vicdanı təmiz olan insanlar tərəfindən də hər vaxt anılacaq, onları qürurla anacaqlar. Hər birinizi yenə bugünkü gün münasibətlə bu məclisi təşkil edənləri də əziyyəti, əməyi, haqqı keçənlərə də öz adımdan təşəkkür edib çox sağ olun deyirəm. Atlas xanım, mən birinci növbədə sizə çox böyük minnətdarlığımı bildirirəm. Ancaq sözsüz ki, bu sadaladığınız bütün işlərin heç birisini Vaqif Həsənov yox, Cənab Prezident etmişdir. Cənab Prezident bugünkü gündə bütün, necə deyim sizə, əməyinin deyərdim ki, 99,9%-ni yalnız ölkəsinə xidmət etməklə məşğul olur. Digər o qalan 1%-də hər birisi, orada da yenə bütün hər şey Azərbaycan xalqının mümin edilir. Və sözsüz ki, yaradılmış bütün şərait dövlətin rəhbərinin özünün titanik əməyi sayəsində mümkün olmuşdur. Bəli, bugünkü gündə o adını çəkdiyiniz hər bir məsələ bugünkü gündə Cənab Prezidentin tövsiyələri əsasında olur. Və sözsüz ki, biz hələ biraz da bundan artıq çalışmalıyıq ki, Cənab Prezidentin verdiyi tapşırıqlar yerinə yetirilsin. Siz hər biriniz bilməlisiniz ki, Cənab Prezident bütöv ölkə rəhbərliyinə daxil olan bütün insanların hamısına, o cümlədən rayon rəhbərlərinə verdiyi tapşırıqların birinci və axırıncı cümləsi sözsüz ki, vətən yolunda öz canlarını qurban etmiş insanların ailələrinə olan xüsusi diqqət olmalıdır. Bu da biz də əgər bu sahədə doğrudan da az çox nəsə bir iş görmüşüksə, hesab edirəm ki, biz də Cənab Prezidentin tapşırıqlarını yerinə yetirmişik. Bilirəm ki, burada oturan hər bir insanın qəlbində Cənab Prezidentə çox böyük sevgi var. Və bugün də bizim hər gün, necə deyim, xoş günümüzdür. Hesab edirəm ki, bu xoş gündə hər birimizin Cənab Prezidentə bir alqışlarını gözləsək daha yaxşıdır. Sözsüz ki, bu alqışlar onun, necə deyim sizə, o titanik əməyinə verilən xalqın qiymətidir. Allah ölkəmizin rəhbərliyinə can sağlıq versin və sizlərə də bu
bugünkü gündə necə deyim sizə, şəhid analarına və eləcə də digər burada iştirak edən qazilərimizə, bütün digər insanlarımıza hər birinə Allah Teala can sağlığı versin. Bir daha bayramımız mübarək olsun. Cənab Prezidentimizi, şəhidlərimizin əmanəti olan vətənimizi, dövlətimizi qorusun. Allah bax, burada oturan qazilərimə, onların simasında, timsalında, bütün qazi balalarıma, qardaşlarıma can sağlığı versin. Onların ailəsinə səbir diləyirəm. Çünki onların həyat yoldaşı həqiqətən qəhrəmandılar. Özümüz evdə qrip olanda vallahi bilmirik nə eləyək. Amma onların əli, qazi, üzr istəyirəm ifadəmə görə, hər gün onlar xəstədir. Hər gün onların evində ağrı var, acı var. Onu mən bilirəm. Bədənində 6 qəlpə daşıyan bir insan kimi mən onu bilirəm. Təşəkkür edirəm. Allah razı olsun. 6 ildir yanımızdasınız. İnşallah Ağdama gedək, Ağdama keçək, orada da yanımızda olun. Hər birinizi rəqsə dəvət edirəm. Feruz Səxavətin ifasında gözəl bir Azərbaycan mahnısında hamımızı rəqsə dəvət edirəm. Uzaq uzaq